Salam dostlar, hər vaxtınız xeyir olsun. Ağdaşların Abad kəndindəyim hal-hazırda. Deməli, bu həmişə kimi mən kasıb istixanasındayam yenə də. Bizim ikimiz ancaq kasıblardandır. Allah kasıblara bərəkət versin. Deməli, bu parnikdə, bu istixanada demək olar ki, bu tağlar tamam yanmışdı. Görürsünüz, bax, balaca beçələr gəlir, xırda yarpaqlar gəlir. Buna bir-iki dərmanlama eləmişik. Bu xəstə yarpaqlar quruyub məhv olacaq. Yeni yarpaqlar belə yaşıl gələcək. Deməli, panikdə problemlər çoxdur əslində. İnsanlar güc çatan eləyir. Nə qədər ki, burada bu tər var, o qədər də xəstəlik çox olacaq. Bitki, bildiyimiz kimi, bitki də nəfəs alır. Bitkiyə hava vermək lazımdır ki, bitki doğru düzgün nəfəs ala bilsin. Hər zaman bütün əkinçilərə deyirəm ki, bu stem şlankını aralıdan aparın ki, bitkinin kökündə problemlər, fəsadlar yaranmasın. Kökdə olan bütün problemlərin deməli, səbəbi bu stem şlankının yaxın olub suyu çox verməyi, deməli, kökdə problemlərə səbəb olur. Bütün əkinçiləri, bax, yenə də deyirəm, bu stem şlankını kökdən aralıdan aparın. İnşallah bu parnikdə super bir vəziyyətə gələcək. Biraz da kökdən dəstək lazımdır. Müəyyən videolarda görürəm mən. Deyirlər ki, maqnezium çatışmamazlığından əmələ gəlir. Bu elə deyil əslində. Necə ki, xəstə insan necə ki, yemək yeyə bilmir, bitki də eyni vəziyyətdədir. Xəstə bitki kökdən, torpaqdan qidanı qəbul edə bilmir. Ona görə də ümumi olaraq bitkidə qida çatışmamazlığı baş verir. Sona kimi kim videomu baxdı, dinlədisə, bir bəyəni atmağını xahiş edirəm. Çox sağ olun, minnətdaram. Allah hər kəsin malına bərəkət versin. Sağ olun.